Salam dostlar, hal-hazırda Qobustan Milli Tarixi Bədii Qoruq Qobustan Muzeyindəyik. Muzeyin həyətindəyik hal-hazırda. Muzeyin içərisinə doğru irəliləyirik ki, görək muzeyimizin içərisində nələr var. Muzeyin içərisi bu formada. Burada qaban, tülkü, canavar. İkinci sıra budur. Burada qədim insanlar var. Bu formada. Burada sümüklər var. İskelet var. Sonra belə baltalar var burada. Bunlar var. Yazılar var. Bu formadadır muzeyin içərisi dostlar. Gəlməyənlər, görməyənlər bu videoda hamısını görəcək. Burada maraqlı şeylər var. Burada qədimi qablar var. O dövrdə istifadə olunan qablar. Sonra burada belə qədim dövrdə yaşayan adamlar var. Formada. Deməli burada belə qədimi daşlar var. Qədim insan. Deməli dostlar, burada bir mərtəbədə aşağı düşürsən pilləkənlərlə buradan belə gəlirsən, burada daş parçalarında. Burada gedirsən belə. Burada belə qədimi seflər var, daşlar var. Bu formada insan sümükləri var. Deməli dostlar, burada divarda çəkilmiş rəsmlər var, görürsünüz. Hal-hazırda divarda çəkilən rəsmlər. Qayada rəsmlər. Deməli burada dostlar görürsünüz hal-hazırda belə. Burada bir də maraqlı bir şey var. Görürsünüz. Bu burada şüşəni, elə bir ki şüşəni burada şey eləmək istəyir. Cızır da şüşəni, daşı cızır. Maraqlı bir şey. Burada da belə maraqlı şeylər var dostlar. Qobustana aid maraqlı daşlar. Burada insan maketləri. Burada heyvan ovlamaqları. Burada yallıq etməkləri. Deməli burada dostlar insana aid olan, hər halda insana aid da bu. Ya insana aid ya da yox. Sümüklər var burada. Burada sümüklər var. Bunlar arxeoloji qazıntıdan tapılan sümüklərdir. Burada heyvan buynuzları var. Sümüklər. Burada dostlar qədim yazı dili var burada. Bu yazı dilidir. Ya da şey dil değil, şəkillərdir. Dostlar burada bir monitor var. Buradan vurursan böyle monitoru. Burada göstərir. Bunun üzərində göstərir. Bunun üzərində göstərir. Salam dostlar, hal-hazırda Qobustandayıq. Çox maraqlı yerdir, kəmər gəlir bura. Gözəl yerdir. Hazırda Qobustandayıq dostlar. Ən gözəl görməli yerlər buradadır. Baxın, buradan bütün şəhər görünür, hər yer görünür burada. Xəzər dənizləşimi görünür burada.